Hər kəs salam, mən adım Fərid. Mən Instagramda, TikTokda, YouTube'da, Telegramda Topaz Futbol kanalının adminiyəm. Bu günlərim gördük ki, oyunlar necə fırlanır. Həqiqətən Bayer'i fırlatdılar, Leverkusen'i fırlatdılar, Stuttgart'ı fırlatdılar, sonra Wolfsburg'u fırlatdılar, Dortmund'u fırlatdılar, sonra City'ni fırlatdılar. Daha fırlatmadıkları klub qalmadı. Yəni Leipzig alt gəldi, sonra Aston Villa alt gəldi. Yəni nə yazasın, nə də bilmirsən. Ona görə bu günlərim ən güvəndiyim oyunları seçmişəm sizlər üçün. O 9 mərz təxmini paylaşacağım sizlər üçün. Ən inandığım oyunlardır. Ümidvaram bu oyunlar qəşəng gələr. Siz də qazanarsınız, mən də qazanaram. Bu 9 dənə oyun içindən siz qəşəng oyunlar seçib dəyərləndirib yaza bilərsiniz. Keçək birinci oyuna Türkiyə Liqasından. Elə çox vaxtınızı almayacağım. Tez baza verəcəm. Maksimum 5-6 dəqiqə olacaq. Birinci oyunumuz Alanya ilə Qalatasaray oynayır. Qalatasarayın burada uduzmaq və ya xal itirmək kimi heç bir şansı yoxdur. Keçən oyun bərabərə qaldılar. Çox istəkliydiler, amma müdafiədə olan problemlərə görə bərabərə qaldılar. Məncə bu dəfə Alanyanı udacaqlar. Mütləq şəkildə udmalılar. Çünki Alanyanın həm oyuncu kalitəsi Qalatasarayla başa-baş oynamağa da imkan vermir. Qalatasaray keçən oyun xal itirdi və Fənərlə arasında xal fərqini 4-ə saldı. Bu oyun isə məncə xal itirməyə heç cür alınmaz. Çünki və oyunçularla qayıdıb, Yunus Akgün qayıdıb, Yunus Akgün oynayacaq. Bir izah edeyim, baxın. Hücumda oynayacaq Osimhen, Salahi, Sara, Yunus, Lemina, Torreira. Həmçinin ehtiyatda olan Morata da qayıdıb, zədəliydi, qayıdıb Morata da, Mertens də var. Bu günlər məncə 99% Qalatasaray qələbə gələcək. Mən əminəm, özüm də Telegramda 500 manat vurmuşam tək Qalatasarayın qələbəsinə. Qalatasarayın qələbəsi 1.61 əmsaldır, bura qoyacam baxarsınız. Yəni mən ən inandığım bu günlərin oyun budur. İkinci oyunumuz yenə Qalatasaray oyunundadır. Bilirik ki, Qalatasarayın oyunlarında korner gəlir. Çünki sağ-sol cinahlardan hücuma çox keçirlər və həmçinin oynadıqları rəqibə də o şansı verirlər. Qalatasaray məncə burada korner qələbəsi də gələcək. Qalatasarayın korner qələbəsinin əmsalı 1.51 əmsaldır. Onu da bura qoyacağım, baxarsınız. Və yenə Alanya ilə Qalatasarayına bir dənə məhz təxmin istəyəcəm. 8.500 korner məncə çox ideal seçimdir. 8.500-ün əmsalı da 1.32 əmsaldır. Onu da bura qoyacağım, baxarsınız. Digər oyunumuz İngiltərə Liqasından Tottenham'la Bournemouth oynayır. Bournemouth Tottenham'a görə çox güclü rəqibdir. Bournemouth yəni Tottenham'dan qat-qat güclüdür. Tottenham adicə Avroligada belə keçən oyun uduzdu. Azartmara 1-0 uduzdu. Heç gol da vura bilmədi. Deyək ki, məsəl üçün əsas heyətdən çıxmamışdı. Yox, əsas heyətdən çıxmışdı. Bəzi oyuncular var idi. Onlar da yenə ikinci time saldı. Yenə heç nə edə bilmədi. Tottenham yəni çox pis oynayır. Tottenham gol vura bilər, Bournemouth da gol vurar. Gol gələr, amma mən bir tərəfli üst olmağı nəzərə alaraq burada 2.500 atmışam. 2.500 əmsalı 1.36 əmsaldır. Bura qoyacağım, baxarsınız. Digər oyunumuz Real Madrid'dən Real Vallecano oynayır. Real Madrid keçən oyun xal itirdi. Barcelona ilə Atletico'dan altına düşdü. Hazırda Real 3-dədir, Barça 1-dədir. Atletico 2-dədir. Bu gün həm Atletico'da oynayacaq, Real'da oynayacaq. Dünənlərim Barcelona oyuna təxirə salındı. Barcelona'nın oyunçuların həkimi nəsə öldüyünə görə oyun baş tutmadı. Real Madrid keçən oyun həqiqətən çox pis oynadı. Real Betis 2-1 uduzdu. Ondan öncəki oyun Girona udmuşdu. Sonraki oyun yenə 1-1 bərabərə qalmışdı. Yenə 1-1 bərabərə qalmışdı və İspanyola uduzmuşdu. Bu gündən Real Madrid öz evindədir. Bu gündən Real Madridin xal itirmək kimi bir şansı yoxdur. Xal itirsə artıq çempionluq çempionluqdan əlini üstün. Çünki Barça ilə Real arasında 3 xal fərq var. Barcelona da yəni Osasuna böyük ehtimal udacaq. Real da bugün xal itirsə, xal fərqini 5-6 xala çıxardır. Bu da Real üçün heç də əlverişli deyil. Yəni deyək ki, Real Madridin Çempion Liqası oyunu var. Öz evində 2-1 qalib gəlib rahat çıxacaq oyuna. Hələ ona da 4 gün var. Çempionluq yarışında yəni geri qalmaq istəməyəcək. Məncə burada Real Madrid ev sahibi 1.500, yəni ev sahibi 1.500 və qələbə də ata bilərsiniz. Əmsalı 1.27, 1.35 əmsal arası dəyişir. Buraya qoyacağım, onu da baxarsınız. Digər oyunumuz Napoli ilə Fiorentina oynayır İtaliya Liqasından. Fiorentina gəlir liqdə çox zəif oynayır, pis oynayır, gedir Avroligada açıq oyun oynayır. Yəni baş açmaq olmur bu klubdan. Müdafiəsində də problemləri var Fiorentinadan. Gedib Panathinaikosdan 3 gol yeyir, uduzur, 3-2 uduzur. Napolidə qələbə mütləq şəkildə lazımdır. Çünki dönlərim Inter çətin də olsa qələbə qazandı. Çətin də olsa qələbə qazandı deyəndə Inter birdədir, ligin sonunda olan Monza ilə oynayır. Gəlir 2-0 uduzur, 2-0 geri düşdüyü halda gəlir 2-1, 2-2 və hətta 3-2 eləyib oyunu aparır. Qələbəsi 1-10 əmsal idi. Amma yəni Inter 1-10 əmsal verir, sonuncu ilə oynayırsan, sən rahat şəkildə 4-5 topla aparmalısın oyunu. Yəni sənin qabağında Monzadır, yəni belə oynamalı deyilsən. Nəsə əsas odur ki, 3 xalı aldı. Bu günlərdə Napoli yəni mütləq şəkildə qələbəyə oynayacaq. Çünki qələbəyə oynamaqdan başqa şansı yoxdur. Bu günlərin bərabər qalsa 58 xal olur. Artıq Interlə arasında 3 xal fərq yaranır. Yəni bu 3 xalın olması
yəni çempionluq yarışından geri qalır. Əgər bu oyun qələbə qazansa 60 xal olur, 61 xal Interdə olur, 60 xal Napolidə. Yenə çempionluq yarışı bir-birinin arasında davam edir. Məncə bu oyuna 1.5 seçmişəm. 1.5 niyə seçdim? Birdən Fiorentina vurar və Napoli mütləq şəkildə hücum eləyəcək. Üst gəlməsi böyük ehtimaldır. Fiorentina Napoli oyuna 1.5-ün əmsalı 1.31 əmsaldır. Bura qoymuşam, baxarsınız. Digər oyunumuz Casapia ilə Sporting oyunudur. Casapia ilə Sporting oyunu. Əslində bu oyuna çox girməyəcəkdim. Çünki Portuqaliya liqası həqiqətən çox vurulanan, çox satılan klubdur. Təmiz, yəni fırlayırlar liqanı. Sporting özü də oyun satan klubdur. Bu günlərim Benfica'nın oyunu var, Sporting'in də oyunu var. Bu günlərim Sporting məncə qələbə qazanmalıdır. Niyə? Çünki Sporting'dən Benfica arasında xallar eynidə 56 xalları var. Əgər bu günlərim Sporting xal itirsə, Benfica xal qazansa, arasındakı fərq 2 xal, 3 xal ola bilər. Sporting'dən çempion olmaq istəyirsə bu oyunu udmalıdır. Çünki bu oyundan öncəki oyunu udmuşdu və ondan öncəki 3 oyunu bərabərə qalmışdı. 3 oyun bərabərə qalmaq o deməkdir ki, burada sən çox 6 xal itirmirsən. Ona görə də burada məncə Sporting qələbəsi satmasalar gələcək. Sportingin qələbəsi 1-1 xal təmsaldır. Bura qoyacağam, dəyərləndirə bilərsiniz. Digər oyunumuz Zwolle ilə Ajax oynayır. Bu oyun biraz qəribə oyundur. Niyə? Necə qəribə oyundur? Belə izah edeyim. Ajax hazırda 1-dədir, 60 xalı var. PSV 2-dədir. PSV 2-dədir, 55 xal var və aralarında bir oyun fərq var. Bu oyun Ajax xal itirə bilər, bərabərlik gələ bilər. Niyə bərabərlik gələ bilər? Oyun başlayar, Ajax qırmızı verərlər, bərabər gətirərlər. Çünki liqa maraq ölür. Əgər bu gün Ajax qələbə qazansa, Ajaxın olur 63 xalı, PSV-nin olur 55 xalı. Arada xal fərqi nə qədər olur? 8 xal. 8 xal olanda demək odur ki, Ajax çempiondur. Məncə bunu izləməyə görə, azarkeş sayına görə də etməzlər, salmazlar. Bu oyun bərabər yenə yoxlamaq olar, bərabərliyin qəşəng əmsalı var. Bu günlərim Ajax məncə bərabərə qalacaq 1-1 kimi ehtimal düşünürəm və yaxud da ki 2-1 ev sahibi uda bilər. Yəni bu Ajax oyun başladı, Ajaxın qırmızı alıb almamayacağına baxır. Yəni Zwolle də öz evində pis oynayan rəqib deyil. Mən hər ehtimala qarşı burada Zwollenin ev sahibinin bir topunu götürmüşəm. Ev sahibinin bir topuna 1.51 əmsal verir. Qoyacağım bura baxarsınız və Ajaxın qabaqda Avroliqa oyunu var. Öz evində Avroliqada Frankfurta 2-1 uduzdu. Frankfurtun meydanında Ajaxı çətin oyun gözləyir. Məncə rotasyon da edə bilər, oyunu da düşünə bilər. Digər oyunumuz, ən sonuncu oyunumuz isə bizim PAOK oyunudur. PAOK öz ligində oynayır və PAOK hazırda neçənci yerədir? Unutdum bir dəqiqə baxım. 4-cü yerədir və qələbə qazansa qalxır 3-cü yerə. Oynadığı klub isə Kaltea 13-cü yerədir. Axırdan 2-ci klubdur. Bu klubu da bir zəhmət ud PAOK. Ona görə də mən burada PAOK-a qələbə atmışam 1.36 əmsalla. Bura işarələyəcəm, baxarsınız və mənə dəstək olmaq üçün və əziyyətimi yerdə qoymamaq üçün bəyənməyi unutmayın. Hər kəsə uğurlar.